Müştərilərimizi maarifləndirməklə bazarı dəyişirik. Bil seç inşa et bölümündə bugün danışacağıq mərmər effektindən. Mərmər effekti nədir? Yəni qanunun adı da Venesiyankadır. Həmən o satışda olan məhlulun adı Venesiyankadır. İndi bəzi müştərilər bu Venesiyanka sözünü bilmədiyinə görə mərmər effekti olaraq, yəni bu daha geniş yayılmış, yəni dildə əzbər olan bir formadır. Deyimdir belədir. Belə deyil, qaysa. Bax bu boyanı harda, necə, nətər istifadə etmək olur? Bunu bütün mənzillərdə, ofislərdə, obyektlərdə ən çox bugünkü günün modda olan TV stent arxasında tətbiq olunur. Amma nəm olmayan, rütubət olmayan bir yerdə, yəni çöl üçün yaramır. Yaramır deyəndə necə yaramır? Onu xüsusi profesional ustalar var ki, firma qarantiya versə də ki, bu çölə yaramır, onlar yəni çöl şəraitində tətbiq edirlər və lazımı mayelərdən, laklardan, yəni xüsusi finişli sloylardan istifadə edib onu daha dözümlü edə bilirlər. Amma sadəcə istehsalatçı onun nəm yerlərə məsləhət görür. Elgin bəy, mən boya aldım, bir fırça da əlimə aldım, mən mərmər effekti yaradacağım deyə bir şey varmı? Yox, bu qətiyyən yox. Mərmər effekti bu dekorativlərin içində ən çətini budur. Hətta Həm də ən məsuliyyətlisi budur. Ən məsuliyyətlisi budur. Həm də 10 il bu işlə məşğul olan bir professional dekorator, yəni bugünkü günü soruşsan, 1 il bundan qabaq vəziyyətini və indiki vəziyyətini, yəni çox fərq var. Mərmər effektini yaratmaq elə bir şey ki, hər dəfə yeni bir şey doğur, hər dəfə yeni bir şey kəşf edirsən. Bunun məsəl üçün qayda qanunda deyək ki, 3 dənə prolyotdur gedir. Amma bunu mütəxəssislər edir 10 dənə, 5 dənə. Hər mütəxəssis fərqli formada işləyir. Biri parlaqlığı fərqli verir, biri effektini fərqli verir. Yəni özlərindən kəşf edirlər. Bu yəni dekorasiyanın içində 7 stilli fakturadır ki, bunu yəni ustalar özlərindən kəşf edirlər. Hər mütəxəssis də fərqli formalarda. Yəni bunun konkret olaraq bir qaydası yoxdur ki, sən belə getməlisən, o formada getməlisən, bundan sonra bunu getməlisən söhbəti yoxdur. Mütəxəssis var onu 2 sloya çıxardır, mütəxəssis var onu 3 sloya çıxardır. Elgin bəy, onda belə deyək də, xüsusi olaraq bu mərmər effektini yaratmaq üçün bir intuisiya, bir improvizya lazımdır və xüsusi bacarıq lazımdır usta tərəfindən. Mütləq şəkildə ona əsas məsələ fantaziya lazımdır, əsas məsələ. Çünki mütəxəssis var elə bir formada mərməri yaradır ki, yəni real mərmərdən çox gözəl görünür. Yəni real mərməri yanına qoysan onu qəbul eləmərsən. O formada, yəni cizgilərini, damarlarını, sat effektlərini elə bir formada verirlər ki, bunu əlbəttə ki, rəssamlıq, fantaziya mütləqdir. Yəni bunu, oğlan var ki, bunu elə bir formada yaradır ki, güzgü kimi şəklin düşür üstünə, amma yenə də baxırsan ki, nəsə o deyil. Ya damarlarında, ya çatlarında, ya ümumi fakturanın görünüşündə, yəni elə bir düzgünlük yoxdur neysə. İstiqamət nəsə düz getmir. Elgin bəy, biz keçən dəfə sədə boyalardan danışanda xüsusi işıq effektlərindən söhbət açdıq ki, onun üzərinə vuranda rənglərin daha çarpıcı olması və daha gözə uyumlu olması mütləqdir. Bəs mərmərdə necə? Bu işıq effektlərinin olması yenə vacibdirmi? Yox, mərmərdə vacib deyil, çünki mərmər özü o parlaqlığı, yəni mərmər özü verir. Sadəcə bu reklam xarakterlidir də, yəni çəkiliş aparanda, yəni sosial şəbəkələrdə paylaşım edilir, çəkiliş aparanda bəzi xüsusi işıqlardan istifadə edilir o görünüş əldə etmək üçün. Amma yəni mərmər effektinə konkret işıq lazım deyil. O çöl işığında da, gün işığında da, hətta hava qaralanda onun üstündə qızıl damarlar özü xüsusi gözəlliyi verir. İşıq hətta deyərdim ki, onu pozur. Yəni o gözəlliyini pozur da, işıq ona ehtiyac olur. Elgin bəy, bir qədər də qiymət fərqindən danışaq. Biz bilirik ki, bunun qiyməti digər boyaların qiymətindən bir qədər fərqlənir. Aralarında fərq çoxdur, yoxsa azdır? Mən müştəri olaraq istəyirəm daş mərmər effekti yaradım, ancaq baxıram ki, qiymət o qədər də ürəkaçan deyil. Necədir vəziyyət qiymət baxımından? Qiymət baxımından çox fərqlidir. Yəni bu dekorativlərin içində deyərdim ki, elə ən bahalısı, ən yüksəyi də budur. Həm bunun material cəhətdən qiyməti yüksəkdir. İş prosesi cəhətdən, yəni sədəf kimi bir prolyotla vurdum, çıxdım söhbəti yoxdur. Bir mənzildə işləyirsənsə, o tablo nə boyda, balaca tablo belə olsa, minimum yəni 3 gün sən ora gedib gəlməlisən. İş prosesi həm çətindir, məsuliyyətlidir. Bir balaca bir defekt oldu, xarab oldusa, onu təzədən polnusu təmizləyib, noldan, sıfırdan yəni başlamaq mütləqdir. Ona görə də qiymət deyərdim ki, ciddi fərq var.
Amma evində gözəllik görmək istəyən, bu daş mərmər effektini yaratmaq istəyən insanlar bu pula heç baxmırlar. Bəli, amma bir məsələ də var ki, bu mərmər effekti elə bir effektdir ki, evdə, mənzillərdə bunu kimsə polnuslu bir otağı mərmər eləmir. Deyəsən ki, bunun artıq pulu çıxır, çox çıxacaq, çatdıramayacaq. Mərmər effekti elə bir şey ki, balaca bir tablolarda istifadə olunur. TV-sinin arxasında olan razmer boyda sütunlarda, müəyyən bir ölçülərdə olur. Ona görə də yəni bu qiymət yəni müştəriləri narahat eləmir. Çünki bu sədəf boya deyil ki, bütün evi sən koridoru, zalı, bütün divarları bu forma faktura ilə bəzəyərsən. Ona görə də yəni qiymət olaraq fərqli olduğuna görə, amma müştərinin sifarişində müəyyən ölçüdə tablolar verilir. Yəni o da ciddi bir rəqəm deyil. Yəni evinizi gözəl görmək istəyirsinizsə, daha yaraşıqlı və içəri girəndə bir ürəyiniz açılsın. Vau, bu super mənzildir və burada bir daş mərmər effekti də yaratmışsan, sənə əhsən. Bu söz sənə deyəndə ürəyin açılırsa, onun məbləği haqqında belə deyək düşünmürsən. Təbii ki, gözəlliyi yaradıb ortaya çıxardandan sonra, müştəri məmnun qalandan sonra, konkret olaraq yəni dediyimiz kimi pul məsələsi önəmli deyil. Elgün bəy, bu mərmər effektinin ömrü nə qədərdir? Onun ömrü ümumiyyətlə istehsalçı tərəfindən də verilməyib onun ömrü. Yəni konkret olaraq ona bir qarantiya, ona bir vaxt zaman verə bilmərsən. Çünki bu divarın hərarətindən asılıdır. Mərmər effektindən əvvəl orada görülən maliyyə işlərindən çox şey asılıdır. Evdə olan nəmişlikdən, çöldən gələn nəmişlikdən, kifdən. Yəni bu altdan yaranan problemdirsə ona ümumiyyətlə nəinki mərmər effekti, nə eləsən mümkün məsələ deyil. Amma yəni bu 10 ildə, 15 ildə hələ ki bir problem yaranmayıb. Effektindən, parlaqlığın itməsindən və yaxud da qoppasından, tökülməsindən hələ ki bir problem yaranmır. Bir sonuncu sualımı verəcəm, o mənim özüm üçün maraqlıdır ki, məsələn, mənim mənzilimdə bu arxada siz işləmişsiniz bunu, mərmər effektini. Eyni bunu yaratmaq mümkündürmü? Yoxsa xüsusi olaraq yanaşmada bir qədər müəyyən cizgiləri başqa cür eləyəcəksən və damarları başqa cür dizacaqsan? Deyim, bəli, bu sualla çox qarşılaşırıq həmişə müştərilər tərəfindən. Hansısa bir şəkil verirlər, hansısa bir video verirlər ki, birəbir eyni bunu yarat. Birəbir eyni bunu sən sadəcə forma olaraq, faktur olaraq, rəng olaraq yarada bilərsən. Burada məsəl üçün yaşılın üstündən bir dənə ağ belə sənə interesi gedibsə, sən onu yarada bilməzsən. Çünki bu, yəni kelmanın üstündə qarışdırılır, o formada çəkilir. Nə alınacaq, alınacaq. Sən sadəcə cizgiləri, damarları, qızıl damarlarının effektini və ümumi rəng tonlarını, məsəl üçün 3 dənə rəng tonu var, o formada verə bilərsən. Yəni birəbir eyni məsələ, ümumiyyətlə dekorativdə birəbir eyni bir şey yoxdur. Dəqiqlik yoxdur. Sonuncuyu da, amma bu qoy sonuncu sual olsun ki, biz adətən mərməri üzərində o damarların olduğunu görürük da. Mütləqdirmi bir divara da onu işləyəndə o damarları, o cizgiləri, o çatları vermək lazımdır? Yox, mütləqdir deyən bir şey yoxdur. Mərmər var ki, və sizin dediyiniz kimi də, yəni onun üstündə damardır, çatdı yoxdur. Azərbaycanda hələ ki o tipli, yəni fakturaya maraq yoxdur. Görünüş olaraq o qədər də xoş görünmür. Yəni damarlar, çatlar onu bir növ reallaşdırır. Yəni realistik bir formada təqdim edir. Ona görə də o gözəlliyi yaradan həmin o damarlardır. Ona görə də bu damarları mütləq şəkildə atılır ki, onun forması, gözəlliyi gəlsin. Əziz dostlar, bugün bizim qonağımız, dekoratorumuz Elgün bəy idi ki, bugün daş mərmər effektindən söhbət açdıq. Bizi izləmədə qalın ki, növbəti çəkilişlərimizdə digər effektlərdən, digər nələrdən isə Elgün bəylə hələ çox müsahibəmiz olacaq. MRT bir inşaatla divarlarınıza dəyər qatın, fərqinizi göstərin. MRT İnşaat, birlikdə tikək.